Salam dostlar, xoş gəlmisiniz kanalıma. Bugün istəyirəm sizlərə lal ördəklərin yemləməsini çəkəm. Gördüyünüz kimi bizim bu ördəkləri çəkməmişdim. Bunları da çəkəcəydim. İndi bugün çəkmək qərarına gəldim. Baxın belə. Bunları da ayırmışam. Bilirsiniz, yəni krasnodarla 4 fərqə ayırmışdım. İndi burada da ki, zümrüdü erkəyimizlə, yəni qara erkəklə cəmi 4 fərə ayırdım. İkisi yerlidir məncə, yəni yerli sayılır. Bax, məsələn, bu dəqiq yerli sayılır. Baxın, bu fərə də yerli sayılır. Bir də ki, mazar sortu, bir də ki, elə qara bir zümrüdü fərəm. Tam zümrüdü deyil. Erkəyimin də, baxın, buralarında belə ağlıqlar var. Baxın. Yəni, belə də erkəyimiz də. Ondan sonra burasında, baxın, o cıqılı ağlıq, o qanadı indi belə yemək yəni uzananda görünür. Belə indi gəzəndə görünmür. O örtüləcək. Onu saymasaq, o qanadında bizə orada elə ağlıq var. Burada da elə, bəlkə buradakı biraz çoxdur, bilmirəm. Burada da elə, burada da elədir. Belə dana indi belə bunları saxlayıram. İnşallah bir aprelə kimi gözləyəcəm. Yəni aprel məncə bir fərələrim, cavan fərələrimdən. Məsələn, o zümrüdü fərə ya martın axırında ya da ki apreldə yumurtlayacaq. Çünki ilk ilidir. Amma baxımından əsasdır. 8 aylıqdır bu dəqiqə. Ona kimi də bir məncə 10 ayında zətdə yumurtlayar yəni. Hələ 11 ayında da yumurtlasa olar. Yəni əslində biraz gec yumurtlasa yaxşıdır. İndi də yumurtlasalar olar. Yəni yerim yoxdur deyənmərəm. Var, baxın orada damlar qayırmışam. Hələ yenə qayıracam. Bu dəqiqə 3 dənə yuva var. Yəni 3 ördək. Buradan 3 yumurtlayamağına yer var. İndi İstəyərəm ki, bu dəqiqə boz yəni yumurtlamağa başlasın. Yəni onu istəyərəm. Bir də ki, bax bu. Yəni bunlardan, çünki indi o qara erkəklə bundan çıxanın bəlkə hamısı yerli oldu, bilmirəm. Yerli oldusa yerlilərin yəni istəyən çoxdur. Yəni yerli bizim burada. Yerliləri hasan sataram inşallah. Onu buraxın da bir söz deyəcəydim. İndi erkəyimiz qorxur kimi görünə bilər. Ya boğazında qaldı yazığın yemək. Gözləyin su tərəfə qoyuluyum. Getsinlər. Sularını zat içsinlər dostlar, yazıqdılar. Susuz qaldı deyil oldu. Erkək əslində qorxmur yəni. İndi bilmirəm niyə elədi. Yəni bircə dəfə tütləşdiyini görmüşəm. O da krasnodar erkək qoymadı. Onda ayırmamışdım hələ. Onda da ki bu dişilərlə yox. Bu dəqiqə krasnodarın yanında bir dişi var. Bax onunla. O krasnodar da ki maalesef vurdu, ayırdı yəni. Qoymadı, yazıq. Axıra kimi tütləşdi. Ya yazığın boğazında qaldı. Uy. Dərdimiz, azarımız var idi. Başımıza gələnə bax. Aha işte suydan. Sudan içsə özünə gələcək. Bu fərə vurur onu. Bax bu. Amma öyrəşəcəklərdən hələ krasnodar qədər belə yəni qızğın erkəkdir. O qızğın dedim də ki, yəni fısıldayan belə mən fıs eləyir, başının əti belə çıxır, şişir. Bax hələ elə deyil. Bu arada yəni mən bunu belə olduğunu dəqiq bilmirdim. Başının ətində qaralıq var dostlar. Fikir verin. Qabaqlarında qara rəngdir. Məsələn, eləcə normal mənim boykam var idi kəsdiyim. Məsələn, onun başının əti qırmızı rəngdir. Dana belə bu rəngdir. Fərələr kimi. Onda qaralıq da var başında. Yəni mən başının ətində olacağını gözləmirdim qaralıq, amma bədənində olduğunu balaca vaxtı mən böyüyəndə təmiz olacağını düşünürdüm. Yəni gözündə də. Çünki balaca vaxtı bilmirəm, təzə alanda izləyənlər var, yadınızda qalıbdı. Qof qarı idi, yəni balaca vaxtı. Bir cəmi hələ 5 aylıq idi, hələ də təmiz qarı idi. 6 aylıq olanda yavaş-yavaş qanadlarının orasından bax elə cıqılı-cıqılı ağlıqlar çıxdı. Sonra da indilər bax bir ay nə qədər olar ki, gözünün yanında da həmən onlar çıxıb. Bax zümrüdülərə baxın. Ən sevdiyim. Ən xoşladığım sortlardan biri hansıdır deyilsə, yəni zümrüdü. Yəni mən krasnodarı biraz daha çox sevirdim dostlar. Yalan deməyim. Zümrüdü, bax tutaq ki, %100 krasnodarı xoşlayıramsa, yəni 100-dəki yüzdə tutaq ki, %100 krasnodarı xoşlayıramsa, %1000-dəki bunu xoşlayıram. Çox xoşuma gəlir nədənsə. Yəni zümrüdülər təkcə mənim yox. Yəni evdəkilərin də xoşuna gəlir. Mənə hələ deyirlər təkcə zümrüdü saxla. Mən deyirəm yox, biraz da qırmızı rəngdən olsun. Onda yaxşıdır. Yəni əsas da niyə xoşlayırlar bilirsəm? Onlar buna qara ördək demir. Deyir yaşıl ördəkdən saxla. Baxın, yaşıl rəng görünürlər. Gün atışlarına düşəndə zətdə baxın. Fikir versəz görərsiniz.
Ona görə də ki, yaşıl ördək deyir bizim ördəkçilər. Baxın, yəni görsədim yam-yaşıl kimi görünür. İndi bu il inşallah Allah qoysa deyə saxlamaq fikrim var. Zümrüdü. Əslində Krasnodar Namazar saxlayacaqdım. Tərtəmiz çıxan zümrüdü də saxlayaram. O da ki, bax təkcə bu fərədən, yəni. O birlərdən yox. Çünki bu binəli qaradır, o da qaradır xeyli. O bir fərələrin ağırlığı çoxdur bundan deyə yox. Amma nə bilim, belə istəyirəm. Bu arada mən bilən təkcə dostlar, bax bu ağ fərədən, ağ başı ağ olan fərə onu vurub qorxudur. Çünki qalan fərələr mazar bilə yanına yaxınlaşa bilmir. Yaxınlaşmaqdan yaxınlaşır amma qorxur erkəkdən. Mən bunu da qorxur bilirdim. Bu qudurub bunu bilmirəm. Bu nədənsə qorxmur indilər. O da ki qorxurdu. Bu arada qar hələ də var hər yerdə. Baxın anırı izah çəkim. Amma əriyəcək məncə. 1-2 günü buradakılar bəlkə əridir. Nə qədər bu il bax, bu il başlamaz yanvarın 1-dən yağdı. Bir 3-4 gün durdu. Ondan sonra bilməyim yadımdan çıxıb ondan sonra 15 idi, 14 idi mi başladı. 4 gün yəni yağdı, 4 gün yəni durmadan yox. Belə cıqılı yağırdı, belə qalın yox. Qalın yağanda bilirsiniz də tez əyləşir. Çox cıqılı, yəni çox amma çox cıqılı yağdı. Sabaha kimi bax biraz indir oldu. O biri gün yenə yağdı. Belə 4-cü gündə dostlar çox hündürləşdi bu. Yəni çox hündür idi. İndi hələ də uçmayın gözləyin dostlar. Oradakı fərələr anırışdı. Dostlar geri qoyladım indi yerinə geri. Bu arada dostlar sizlərə də deyim, əgər lal ördək saxlayırsınızsa, məndən sizə demək, yəni qış aylarında çox verin yemi. Yəni nətər çox. Yəni heç olmasa qarınları belə şişsin, həm də ki özləri yeməyəcək. Məsələn fərələr indi buraxdı, amma erkək hələ də yeri erkəklərin də ay Allah, it də qapıyı açmaq istəyir. Alaş yeri. Alaş yox. Atmayın. Allah, göz dəydi atır. Qapıyı açıb içəri girmək istəyir. Onda da valla video çəkməyimə qoymur. Gəlir üstümə hoppanır, oynayır. Ördəklərə zərarı yoxdur Allah'a şükür. Amma yəni maalesef üstümə nə günə salır demək istəmirəm. Palçıq eləyir bütün. Təzə şalvarım da təzə, yəni təzə şalvardı. Təzə yuyulub yəni. İstəmirəm kirlətsin. Bu arada 2 gün evdəyik, bildiyiniz kimi 6 yəni bazar. O vaxtlarda inşallah video çəkmək istəyirəm 2 gün dalbadal. Yəni indi bu videoyu da saysaq 3 gün dalbadal video çəkməkdir fikrim. Bu ikisinin yan-yana bir şəklini çəkə bilsəm. Çəkdim dostlar nə qədər. Buraya uçur, gən uçur bu ördəklər. Dəlidirlərmi, nədirlər daha bilmirəm. Uçurlar bəri. Bəri uçmurlar da dostlar. Bax göz çəkim, odura anırdadır. Deyirlər ki, gəlin bizi də çək. Gəlin bizi də çəkin. Bunları da gəldim ki, çəkəm. Nə qarım? Bizi də çək ya, bizi çək. Bax bu fərədir. 2 saatda qoplanıb uçan. Həmən baxın, qara erkək də bununla cütləşir dostlar. Amma maalesef Krasnodar qoymadı. Onda ayrı deyildilər. Yəni damda saxlayırdım. Elə danışamıram, nervləndim. Elə vaxt olurdu səpərə gətirirdim. Amma səpərdə deyildi, hələ damda idilər. Onda maalesef qoymadı. Gözüm qoyayım, o tərəfə qopansınlar. Dostlar tulladım, tullamaz zımdı yemək yeməyə. Dedim bunların da yeməyini gətireyim. Bu arada dostlar fərələrimiz də cıqılı deyil, görsədim baxın. Bu fərə ilə ana fərədir, bax bu ikisi. Onların yanında baxın. İri fərədir. Erkəklə fısıldayır. İndi onlara aparacağım, hələ üstünə də biraz töküb onu da çıxardacağım buradan. Niyəm gətirib tulladım? Bayaqdan ayırmışdım deyə sizə eləcə tullarım. Fısıllaşırlar. Bu arada sizin saxladıqlarınızın yerli demə, yəni qaralaqlı, ağ rəng, belə yerli sortlardırmı, yoxsa zümrüdü, ondan sonra macar, krasnodar, lavan saxlayan var mı aranızda? Həm də ki qaz saxlayayım. Ola ki yadıma düşdü Allah'a şükür. Dostlar, əgər bu videoyu yəni 300 izlənsə, həm də ki yəni 300-dən çox
çox da olar. 300-dənsə də çox. Həm də ki bir 15 like gəlsə söz verirəm ki, qazların yemləməsi gələcək. Özə bax burdadır. Bəlkə ayrı yerdə çəkdim, bilmirəm, amma yəni çəkəcəm. İstəyirsinizsə bu videoya dediyim qədər like, yəni 15 like, bir də ki, əgər hamınız izləyin axıra qədər ki, yəni çox izlənsin. Yəni axıra qədər izləyəndə həm daha yaxşı olur, həm də ki, çoxlu baxın videolarımıza ki, bu video çox izlənsin. Axıra kimi də zəhmət olmasa inşallah bura kimi baxarsınız və 15 like gəldi və 300 izlənmə oldu. Və desəniz ki 15 gəldi, amma tutaq ki 20 gəldi, amma 300 izlənmədi, onda yox. Gərək izlənmə də olur. Ona görə axıra kimi izləyin videoyu. Sağ olun, salamat qalın. Hamınıza sağ olun, salamat qalın. Allah sizin də heyvanlarınıza bərəkət versin. İnşallah. Amin. Sağ olun, salamat qalın.